Vagif müəllim, necəsiz? Necə olmam? Necə olum? Necəsiz? Xəstəyəm də, biraz xəstəyəm. Artıq yarım ilə yaxındır. Müalicə olunuram. Mədəmdə problem var, şəkərin fəsadları. İndi görək də. Allah Teala ömür verib. Bu ömrü almaqdan ötürü də bir xəstəlik verməlidir. İndi nə dəyişik? Dəhşətli dərəcədə suallar çoxalır, cavablar azalır. Yox dərəcəsinə gəlir, çıxır. Çıxalmazlıq vəziyyəti. Bu sualların çoxluğu qarşısında və cavabların azalmağı və bilirsən ki, həyatda çox az sualda cavabını tapırsan. Gənclikdə elə gəlirdi ki, hər şey bilirsən. Amma indi görürsən ki, yox. Suallar səndən güclüdür. Həyatın mənası səndən qat-qat dərindir və eyni zamanda qat-qat sadədir, ibtidaidir. Həyatın qanunları görürsən ki, nə siyasətə, nə ticarətə, nə fəlsəfiyə, nə ədəbiyyata, nə tarixə bağlıdır. Ki, başdan ayağa siyasətdə, tarixdə, ədəbiyyatda, hər şey, bütün müharibələr də fiziologiyaya bağlıdır. Fiziologiyaya bağlıdır, zehnə yox. Yəni, fiziologiyanın diktəsi ilə bəşəriyyət yaşayıb, meydana gəlib, meydanda da indi yaşayır və beləcə də indi o bizim işimizdir. Sonu varsa fizioloji cəhətdən gedəcək. Beləcə. Tarixi nöqteyi nəzərdən yox, fəlsəfi nöqteyi nəzərdən yox, siyasi nöqteyi nəzərdən yox. Bəşəriyyətin sonu nədir? Fiziologiyasına sonu. Çox dərinə getdik deyəsən. Yox, Vagif Səmədoğlu səviyyəsində də dərinlik. Vagif müəllim, bu bayaqlarda dediniz ki, bir sıra suallar var ki, onların cavabını tapmadınız. Amma bir sıra suallar vardı ki, dediniz, çox az suallar vardı ki, onların cavabını tapdıq. Cavabını tapdığınız suallar, az suallar, hansılar oldu? Cavabını tapdığım suallar məndən qabaq da tapıblar. Məsələn, tez-tez Mirzə Gəldi misal gətiririk. Mirzə Gəlir bizim millət haqqında çox dəqiq bir sual verib və özü də çox dəqiq bir cavab verib. Ki, çox fikirləşdim ki, o zaman Azərbaycanlı sözü yoxdur, müsəlman olmaq nə deməkdir? Bu nəticəyə gəldim ki, məşğuliyyətdir. Allah rəhmət eləsin. Bax, bunu mən, məsələn, əlbəttə ki, yalnız Azərbaycanlıya, müsəlmana şamil eləyə bilmərəm. Bütün bəşəriyyətə, bütün insanlara məşğuliyyətdir. Yəni, bu haqda sənlə deyəsən danışmışdıq. Allah doğumla ölüm arasında bu vaxt verir. Bu vaxtı Allah verir. Amma onu doldurmaq sənin məşğuliyyətindir. Yəni, özün doldurasan. Və dəhşətli dərəcədə paxıllıq edirəm o adamlara ki, dində, siyasətdə səmimidirlər. Yəni, əmindirlər ki, nəsə vacib bir iş görürlər.
İnam uğrunda, xalq uğrunda. Bilmirəm buna səmimi inanırlar, ya özlərini inandırıblar və yaxud sənlə məni inandırmaq istəyirlər. Siz özünüz bu anda, bu saatınızda Allah'a inamda nə qədər səmimisiniz? Heç bir vaxt səmimi olmamışam. İndi də. İndi də. Və Allah'a mən həmişə sevmişəm. Amma mənim inandığım Allah'a heç bir dinin aşıladığı Allah deyil. Heç bir dinin. Yəni mən realist kimi yanaşıram Allah'a. O xeyir-şər məsələsi. Xeyir-şər məsələsi mənim üçün bizim romantik şairlərin və yaxud bütün dinlərin dediyi əyyamlara, mütləq həqiqətlərə əsaslanmır, qətiyyən. Şəri də Allah yaradıb da, xeyri də. Mələkləri də Allah yaradıb, şeytanları da. Yəni, bu mənada Allah'a bir yaradıcı, fövqüladə, mütləq həqiqi qüvvə kimi baxırıqsa, deməli Allahım mənim bax odur. Və mən onu qəbul edirəm. Yalnız və yalnız xeyir göstəricisi kimi yox. Xeyir ilahisi kimi yox. Yəni həyat ilahisi, həyat nə varsa o. Vaqif müəllim, indi bu illəri sizin 75 yaşınız oldu. 75 yaş böyük yaşdır. Yəni çox böyük yaşdır. Mənim atamın da 75 yaşı var. İstiqlal ordeni verərlər mənə. Nə vermirlər? Onu bilirsə, 59-cu ildə rəhmətli Yusiflə biz Moskvadakı Bolşoy teatr. Bu başa düşmürəm, niyə Bolşoy teatr demirik? Böyük teatr. Qəribədir, malı teatr deyir Azərbaycan teatrşünasları. Bolşoy teatra böyük teatr. Onda La Scala'da tərcümə eləyin də. Metropoliten Opera'da tərcümə. O Bolşoy teatrın kulis arxasında durmuşuq Yusiflə. İvan Kozlovski var idi, lirik tenor. Bəli. Çox yüksək belə tenor. Xan əmi də şeyi oxuyurdu, Qarabağ şikəstəsini. Xan əmi çıxan kimi qəlyanını belə götürdü, Yusiflə məni gördü. Dedi, əl otular nətər oxudum. Yusif dedi ki, xan əmi, ürəyimiz dağa döndü, başımızı ucaltdım. Bu başını tutdu. Hə, doğruda. Görən Allah yara adı verərlər. Qardaşı yadı. Özünün bütün adları var, qardaşının adı yadda. İndi mən də görüm mənə İstiqlal ordeni verərlər, zarafat edirəm. Vaqif Səmədoğlu'nun adı İstiqlal adı ilə bərabərdir də. Necə? Adınız elə İstiqlal adı ilə bərabərdir. Mən biraz başqa cür yanaşıram adlara. İstiqlaliyyət uğrunda mən mübarizə aparmışım. Bəli, bəli, bəli. Demokratiya uğrunda heç bir vaxt. Bəli. Amma istiqlaliyyət uğrunda mübarizə. Xalq cəbhəsinin təsisçisi kimi də, mitinglərin iştirakçısı kimi, aparıcısı kimi, 400 min, 500 min, sizin yadınızdadır. Yadımdadır, bəli. Adam toplayırdıq, tətillər təşkil edirdi. Ancaq müstəqillik uğrunda, istiqlaliyyət uğrunda. Mən heç bir vaxt demokratiya uğrunda bilmədiyim şeyi niyə mən istəyim? O vaxt da bilmirdim, indi də bilmirəm.
ki, bu nə olan şeydir demokratiya. Mənə təyyarədə, xüsusi təyyarədə 3 milyon dollar rüşvət təklif ediblər. O demokratlar. Ki, bu sahə 0,5%. Biz deməli Tayland'a uçurduq. Bangkok'a. Bir adını demeyeceğim. Bir şirketin təyyarəsində. Xüsusi təyyarə. Təyyarə nə təyyarə? Saray. Bax orada o vaxtki neft şirkətinin prezidenti Sabit Bağırov, Nəcəf Nəcəfov rəhmətlik. Mən də o vaxt neft şirkətində direktorlar şurasının üzvüydüm. 0,5% mənə dedilər, bizim payımızı artır. Bu saat buradan, təyyarədən sənin hesabına 3 milyon dollar keçirək. Dedim, qurban olum sizə bizim rüşvətxorlar. Sizin təmizliyinizə, siz belə az gözləyirsiniz. Yazırsınız son zamanlar. Belə də fikirlər yazıram. Çox şey yazmaq istəyirəm, amma sözün doğrusu acıqla gəlirsən. Mən xəstəliyə istinad eləyəndə. Belə də xatirələr yazmaq istəyirdim, mən də yəqin çatmayacaq. Yazmağa çatmayacaqsınız. Nəsə belə gücüm yoxdur. Bəlkə danışaq oları. Yox, onu bir dəfə sən mənə Eləyək də, biz o vaxt dedik, siz onda dediniz yazacaq. Yox, çox uzun çıxır. Bir var ki, yazarsınız, vaxt gedəcək, bir də var ki, kameranı qoyuram, yazırsınız da. Yox, o məndə alınmaz. Müsahibə şəklində alınmaz. Yox, yox. Araqçın yaraşır mənə. Vaqif müəllim, mən ümumiyyətlə araqçına çox doğma yanaşıram. Çünki mənim atam həmişə araqçında olur. Ona görə də mənə elə gəlir ki... Vahid araqçından gəlir. Bəli. Vahid Mustafayev. Bəli, onun da araqçında var idi. Amma şeir yazmırsınız da Vaqif müəllim. Dediniz, xatirə yazıram, yazmaq istəyirəm, fikirlər gəlir. O qədər şeir yazıram ki beynimdə. Bilirsən nə qədər. Amma öz qəribə, öz prinsipimə xəyanət elədim. Mənim həmişə yatdığım yerdə də bir mizin üstündə bir bloknot, bir qələm olardı. Gecə ağlıma bir fikir gələndə onu götürüb yazardım. İndi onu eləmirəm. Bu saat mənim beynim, ürəyim şeir qəbristandadır. Yüzlərlə şeir ölüb, bastırılıb. Bunları diriltmək baba məndən asılı deyil. Amma siqaret çəkirsiniz, baxmayaraq ki, ciddidir. İndi dedim də bayaq çəkilişdən qabaq sənə və İsraildəki həkimlərim dedilər ki, arada bir çək. Çünki o xəstəliyin bütün həyatım boyu, bütün ömrüm boyu ən çox məni düşündürən məsələ ölüm olub. Onun üçün anar mənə deyir, adımı qoyub ölüm şairi. Yəni ölümdən çox, məndən çox yazan olmayıb Azərbaycan poeziyasında. Yəni bunda bir qəbahət də yoxdur. Çünki insan həyatının ən böyük sirri odur da. Bax, bayaq dedim sənə ki, o səmimi dindarlara baxırlar edirəm. Səmimi siyasətçilərə, səmimi dindar. Allah Allah, sağ əlin başıma. Ay fanatik. Sağ əli başıma olsun. Amma ehmalcı. Bərk qoymasın əlimin başıma. Çünki fanatiklər də bir saat dəqiq bilir ki, cənnət, cəhənnəm var, o dünya var, ədalət var. Qıl körpüsü var.
Mən o qıl körpüsündən bununla necə keçərəm? Yıxılaram o saat. Yıxılan cəhənnəmə düşür də. Evet. Cəhənnəmə düşsəm, cəhənnəmin ən sərin yerində olacağam. Cənnətə düşsəm, cənnətin ən isti yerində. Çünki elə də pis adam deyiləm. Ömrüm boyu fikirləşdiyim şey bu vəziyyətdə istəyirsən ölüm haqqında fikirləşməyim. Qəribə adamsan. İndi də fikirləşirsən. Meymunu yadıma salma, elə şey olar. Amma xərçəng xəstəsi nə haqda fikirləşər? 74, bu yaxında 75 yaşım olacaq. Bu yaxında deyəndə ki, iyunun 5-də. Mikhail Müşfiqlə, Federico Garcia Lorca ilə bir gündə anada olmuşam. Onları gücləliyiblər mən. Öz ayağımla. Müalicə üçün lazım olan vəsaitlər var. Pul Bəli. mənə cənab prezident kömək elədi. Və ona minnətdaram. İnşallah. Birisindən soruşdum. Ona görə ki, mənim yadıma gəlir Reagan da, Mitterrand da və adlarını çəkmədiyimiz başqa nə qədər məşhur adamlar da bu xəstəlikdən əziyyət çəkirdilər, amma onlar müalicə olunurdular və onlar kifayət qədər yaşadılar. Və mən istəmirəm də mənim kumirim, mənim Əvvəla bu çaşdırma. Onlar kifayət qədər yaşadılar. Mən artıq kifayət qədər yaşamış adamam. Malı qatma. Bilirsən? Yəni onun üçün mən bu poeziyama baxma, piyeslərimə baxma. Mən çox realist adamam, çox pragmatik adamam. Yəni mən yaşımı da nəzərə alıb belə deyirəm. Xəstəliyimi də. Görək də. yaxşı olacaq inşallah hər şey Vaqif müəllim. Çox Çox yaxşı olacaq. yaxşı. Mən bilirəm ki, necə olsa yaxşı olacaq. Çünki siz bayaqları mənim həmişə öz aramızda dostlarıma dediyim sözlər dediniz ki, insan həyatında ən böyük sir elə ölümdür. Hayır. Ona görə də heç kəs ondan qorxmamalıdır. Əksinə ona bir tapıntı kimi getmək lazım. Mən bu barədə sizinlə danışmaq istəmirəm, ona görə ki, bizim söhbətin mövzusu başqadır. Mən sizə bir sual vermək istəyirəm. Yadınızdadır, dəniz qırağında motosiklet sürəndə qabağımıza xanımlar çıxmışdı. Gəl onu xatırlayaq. 3 xanım. O epizodu xatırlayaq. Onu bilirlər də tamaşaçılar. Yəni ara bir yadınıza düşmür ki, təzədən motosiklet olaydı sizdə, təzədən bir VR eləyirdiniz orada. Tapsam mən diaqnozumu necə düşmür? Tapsam mənə ilk dəfə diaqnozumu deyəndə ki, səndə bu xəstəlikdir. Neynədim? O saat gedib bir dənə gitar aldım özümə. Başladım gitarı çalmaq öyrənmək. Allah'ın olsun. Bu da şahit. Niyə gitara? Siz Başını pianoda kal- çala bilirdiniz, bilirdim onu. Məşhur Kəyinə caz ustasısınız, onu da bilirəm. Amma İndi gitara. Bunu da öyrənim də. Demirsən mübarizə apar. bilirəm də mübarizənin bir yolu idi, çala bilirsiniz onu. Musiqi, ha. Çala bilərsiniz indi. İndi yox. Aha. Acıqca. Acıqcan yox. Yəni Nastrino deyil yəni. azmaz çalıram. Fortepiano kimi yox əlbəttə ki. Bax mən necə yatırsınız? Pis. Çox pis. Belə necə deyim, davamlı yuxu olmur. Yatıram, oyanıram. Oradan yataq otağından gəlirəm bura. Otururam. Amma elə yaxşı mürgü vururam. Çox gözəl, şirin mürgü vururam. Bax, burada uzanıram, televizora baxa-baxa. Adam içində verilişinə. Mən sizlə keçən dəfə də müsahibə eləyəndə, ondan qabaqki dəfə də müsahibə eləyəndə heç vaxt sizdən şeir deməyi xahiş eləməmişəm.
Demirəm axı, bilirsən ki, deməyəcəm. Yox, Heç heç vaxt vaxt xahiş eləməmişəm, ona görə yox ki, əminəm siz deməyəcəksiniz. Ən azı deyə bilərəm ki, ən çox sevdiyiniz misranı deyin filan. Amma bu günləri istəyirəm belə bir xahiş edeyim. Hansı şeirdən bir misramı, bir beytmi deyərdiniz öz yaradıcılığınızdan indi? Bu Facebooklarım var, nə barxanam, ömür yükü bağlamağa. Allah məni yarı öldür, yarı saxla ağlamağa. Gördün? Necə gətirdim yenə ölümə. Mən musiqiçiyəm. Bir dənə yaxşı köklənmiş gitaranın adi akordundan gözəl səs yoxdur. İlahi musiqi alətidir, əlbəttə, gitar. Amma Yani Görürsən də dütar, sitar, tar, gitar. Bunun da kökü şərqdir. Səməd Vurğun ailəsində Səməd piano Vurğun- olub, saz Səməd olub, Vurğun daha çox musiqi alətlərində çalır. saz olub, piano olub, viola olub və gitara. Səməd Vurğun saz çalırdı, tar çalırdı, viola çalırdı. Violina, skripka deyirlər, violina. Çox yaxşı, tükək çalırdı, çox yaxşı. Mən ancaq fortepianoda, bir də azmaz gitarada, bir də o dodaq harmonikasında çalıram. Elə acığım gəlir musiqi alətinə hörmətsizlik görəndə. Bax, Vladimir Vysotsky'ni qaldırıblar dağ başına. Mən ona qulaq asan biləm. Gitarası həmişə köksüzdür. Və yaxud Moskva şairlərinə, bəzi bəstəkarlara, müğənnilərə baxırıq. Divanda uzanıb əlində gitarı. Bunun bir qaydası var, qanunu var. Gərək biləsən ki, harda oturmaq, ayağının altında bir istinad nöqtəsi olmalıdır. Sol dizin üstündə olmalıdır. Və yaxud bəziləri sağ dizin üstünə qoyurlar. Yəni, musiqi alətini mən hörmətsizlik görəndə, o bəzi filmlərdə mən baxa bilmirəm. Bu, Amerikada heyvan işgəncəsi çəkmək filmlərdə, heyvan ölümü çəkmək, o məhkəməli işdir. Mən musiqi alətlərinin də icazə verməzdim kinolarda ki, fortepianonu dəniz qırağında yandırsınlar, nə var. Kimsə klip oxuyacaq, meyxana deyəcək. Bu, yanan fortepianonun fonunda. Və yaxud gitara götürüb biri-birinin başına vurur. Vəhşilikdir də bu da. İndi bəzi ağzı göyçəklər yazacaqlar ki, Vaqif Səmədoğlu Vaqif Səmədoğlu'nun həkimlərə, müəllimlərə az maaş aldıqlarına görə yazığı gəlmir. Gitarya yazığı gəlir. Həkimlərin dili var da, onlar istəyə bilərlər də, öz hüquqlarını tələb edə bilərlər. Mən sizi yormayım. İnşallah gedin, sağ-salamat qayıdın, bizim Şabiyə xanımla da danışaq. Mən gəlib sizdən dalbadal bir neçə dənə söhbət edəcəm. Oldu. Danışdıq, razılaşdıq. Oldu. Bax, mən əvvəla öz əlimi uzadıram. Bu mənim əlimdə sıxırıq, biz bununla danışırıq. Yaxşı. Bu da sizin mənə verdiyiniz ikinci əli uzadıram və bununla da sizlə danışırıq. İndi özüm qayıda bilməsəm, gələrsən halva yeyə Şabiyə xanımla danışarsınız.
Vaqif müəllim, siz qayıda bilməsəz də, mən hətta halva yeməyə gəlsəm belə mən sizlə danışacağam. Oldu. Hə, Təşəkkür nə yaxşıdır. Çox sağ olun Gördün? Vaqif müəllim, sağ olun.